Samir müəllim, bundan sonra reklamı pulla eləyin, ha kişi. Hamı çıxır adımızı deyir ki, mən Samir müəllim, bu nədir? Kim çıxır efir edir, mən Samir müəllimin tələbəsiyəm. Bunlar harada oldu tələbəniz sizin? Çoxdur. İndi elə insanlar çoxdur. Belə mən də məəttəl qalıram. Özünüz görəndə məəttəl qalmırsınız? Çox məəttəl. Bir də gəlir səsini yoxlayırlar. Ana baladır, gəlir səsini yoxlayıram. Evdə otururam. Görürəm deyir ki, Samir Cəfərovun tələbəsiyəm. Deyirəm, axı səsinə baxdım, dedim ki, sizə oxumaq lazımdır. Oxumaq lazımdır, öyrənmək lazımdır, efirdədir axşam. Və özüm də məəttəl qalıram ki, Samir Cəfərov akademiya deyil, təhsil verən bir müəssisə deyil. Amma mənim bir öz missiyam var. Düzgün oxumaq yol göstərməyim var. Bunu uzun da məsələn, Etiram müəllim mənim tələbəm olub, Milli Konservatoriyada 4 il. O mənim tədris formamı bilir. Kimin səsi var, hansı formada inkişafı var. Yəni elə insanlar var ki, mütləq dərəcədə təhsil alıb oxumaq lazım, öyrənməlidirlər. Türkiyədə belə bir qanun var. Uzman doktor demək üçün mütləqdir ki, onun uzmanlıq dərəcəsi olsa. Çünki bir adam televiziyada özünü uzman kimi həkim təqdim edəsə və buna audiovizual şura bir tutsa, o televiziya külli miqdarda cərimələnir. Bu yalandan çıxan pulla efirlərə çıxan xanımlar var ha, Samir müəllimin, ya da misal üçün Sevinç Sarayevanın adını deyirlər tez-tez. Biz Samir Cəfərovun tələbəsiyik. Deyirəm, ay Allah, mən axı inanmıram ki, sənin Samir müəllim heç pula da ehtiyacı olsa səni götürməyəcəkdi. Elə çıxır deyim ki, belə insanlar bilməlidir ki, onlar məsuliyyətə cəlb olunur. Çünki Samir müəllim necə cəlb oluna bilər? Yəni, inzibati qaydada onlar çağırıb bir deməlidir ki, sən yalandan necə deyə bilərsən ki, bax belə, mən jurnalistikanı bitirməmişəm. Nə olsa aparıcıyam. Mən necə çıxıb deyə bilərəm, mən jurnalistikanı bitirmişəm. Ona görə məncə Samir müəllim kimi insanlar toxunulmazlar. Bunlar həyatlarını bu sahəyə, bunlar trendlə, YouTube-la, TikTok-la gündəmə gəlməyiblər. Bu insanlar Ulu Öndərin xeyir duasını eşitiblər, onun əlini sıxıblar, onun sığalını görüblər. Belə insanların adından istifadə edəndə insanlar da sənətkarı başqa cürə görür. Deyir ki, yəni hər şey mi puldan asılıdır? Yox, elə şey yoxdur.